Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov aprelin 11-də Şəmkir Su Mineralisiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərini baxıb. Qəbuldan öncə sədr Zaur Mikailov və Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Dağıyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsinə ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsinə ehtiramla yad ediblər. Daha sonra Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subarteziyan quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətiriblər. Mən Gədəbəy rayonu Söğütlü kənd sakini fermer Abdullayev Fərman Çobanoğlu. Bu günləri cənab sədrin qəbulunda olmuşam. Ceyrançöl su təsərrüfatının yenilənməsi ilə, bərpası ilə bağlı çox gözəl, çox səmimi qəbul olundu və cənab nazir aidiyyəti şəxslərə tapşırığını verdi, cənab sədr. Verdi ki, o həmin layihənin davamı olaraq layihə institutundan nümayəndələr təqdim çağırılsın, yenidən baxılsın və bəli, Ceyrançöl su təsərrüfatının yeni bərpa olunmasına köməklik göstərsin. Çox razıyam, Allah canına sağlıq versin, çox səmimi qəbul etdi. Çox sağ olsun. Cənab Prezidentimizə çox təşəkkür edirəm ki, yerlərdə vətəndaşlarımızın qayğısına belə bu cürə qalır, sədrləri, nazirləri göndərir, vətəndaşları qəbul edir və Allah canına sağlıq versin. Mən Şəmkir rayon Qaranük kənd sakini Paşayev Rövşən Ələkbəroğlu. Eşitdim ki, cənab sədrimiz Şəmkir rayonu əhalini qəbul eləməyə gəlmişdi. Mən qəbula yazıldım və məni qəbul elədilər. Mən müraciətimi bildirdim. Bizdə ahları təmizlənmişdir. Melorasiya su təchizatı tərəfindən göllər qayırılıbdır. İstərdim ki, müraciətimi bildirdim ki, göllərə nasos qoyulsun. O başqa bir sahələr var, onlar da daha gözəl sulansın. Cənab sədrimiz müraciətimi qəbul elədi və öz tapşırığını bildirdi. Mən də öz təşəkkürümü əhalimiz, kəndçilərimiz, sakinlərimiz tərəfindən təşəkkürümü çatdırıram və öz adımla çox sağ olsunlar, bizi qəbul elədilər və tapşırıqlarını verdilər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İlkin Akifoğlu, Cabir Məmməd, Səs TV, Şəmkir.